İş adam kimi elə də uğurlu deyiləm. Bir çox sahələri cəhd elədim. Çox da uğurlu olmadım. Amma öz sahəmdə əlhəmdülillah, yəni Allahın verdiyi uğur var. Belə deyim də, heç vaxt döyüşü qazanmağa çalışmıram. Həmişə istəyirəm müharibəni qazanım. Və ona görə serial olsun və yaxud film, kino və bütün sahələr, televiziya sahələrində uzun müddətli perspektivli işlərə çox yönəlirəm. Ona görə misal üçün Bacaqlar olsun, Qız Atası olsun, qardaşlar, bir çox seriallar əlhəmdülillah 10, 12 il, 5 il, 6 il davam elədi. Əslində o 5 il belə mənə az gəlirdi ki, daha böyük fikirləşirdim. Həm bu yaxşıdır, nə mənada heyət iş yeri olur, ailəsinin dolanışı olur. Həm sevdiyimiz işlə məşğul oluruq, həm davamlı işi çox sevirəm. Gündəlik işləri elə sevmirəm, xarakterim də yoxdur. Həm də mənim arzum idi, öz işimi sevərək görüm, sevdiyim işi görüm. Bu kollektivdə deyirəm ki, biz Allah nəsib eləyib, biz yaşayırıq, işləyirik və paraleldə dostuq.